Belə yandı, partladı əlimdə sumka. Dostlar, sizə hər zaman pozitivlə gəlirəm. İndi biraz negativlə gəldim. Çin şəhərində Guangzhou'dayam. Çinin Guangzhou şəhərində hələ də panikadan, stressdəyim. Dodağım yanıb, burnum yanıb. Saçım yanıb. Çantamda powerbank partladı. Bunu öz üzərimdə hiss elədiyim üçün sizə buradan müraciət edirəm. Powerbankınızı yanınızda saxlamayın. Yəni mən elə şok keçirdim ki, bunu sizə sözlə ifadə eləyə bilmərəm. İndi gedirik həkimə. Yəni uşaqlarınızdan uzaq tutun powerbankı. Bildiyiniz o gördüyüm şeyi qıraqdan öz üzərimdə yaşadım. Sözlə ifadə eləyə bilmirəm. Düz pasport kontrolün məndən öncə bir nəfər var idi. Bax belə alov. Bax burada partladı. Düz bura qədər alov. Burnum, dodağım, saçım yanıb. Sumkanı göstərəcəm sizə. De sumka bax burada partladı powerbank biləsiz. Bax görün sumka nə vəziyyətdədir. Bu dəriyə baxın. Mən sizə sözlə ifadə eləyə bilmirəm. Bax burada partladı.